Salam, hörmətli dövlət qulluqçuları və dövlət qulluğuna hazırlaşan namizədlər. Bu gün biz sizə fərqli bir müsahibə giriş atını deyəcəyik və müsahibəmiz sırf nə ilə bağlıdır? Dövlət rəmzlərimizlə bağlı. Dövlət rəmzlərimizin sual cavabı və praktiki cəhətdən edilən suallardır və hər bir kəsə uğurlar arzulayıram. Hər hansı bir suallarınız olarsa, müraciət edə bilərsiniz və biz bugün Miri bəylə dövlət rəmzlərimiz haqqında mən suallar verəcəm. Miri bəy ətraflı danışacaq. Bəzi nüansları da özüm qeyd edəcəm. Başlayaq Miri bəy. Dövlət rəmzlərimiz hansılardır? Dövlət rəmzlərimiz, dövlət bayrağımız, dövlət gerbimiz və dövlət himnimiz. Düzdür. Bayrağın rəngləri və rənglərin mənaları barədə nə demək olar? Dövlət bayrağı üç rəngdən ibarətdir. Mavi, qırmızı və yaşıl rənglər. Mavi rəng türkçülüyümüzü, qırmızı rəng demokratiyanı, yaşıl rəng isə İslam sivilizasiyasının məhsul olduğumuzu bildirir. Bəli, çox gözəl Miri bəy vurğuladı ki, rənglər və rənglərin mənaları. Bəs Miri bəy, bu kimin sözünə götürülmüşdü? Bu, xalq cümhuriyyəti dövründən olan Əli bəy Hüseynzadə tərəfindən. Bəli, düz buyurdu. Və həmçinin bir dənə də əlavə edeyim ki, Əli bəy Hüseynzadə həmin o dövrün dramaturqi, yazıçısı, publisisti, həkimi idi. Və Miri bəy, bayraq günü bizdə nə vaxtdır? Bayraq günü 9 noyabrdır və xalq cümhuriyyəti dövründən qalan bayramlarımızdan biridir. Bəli. Bəs 9 noyabr bayraq günü bizdə iş günüdür yoxsa qeyri-iş günü? Qeyri-iş günü kimi. Düzdür, dövlət bayrağımızdır. Və yoldaşlar xatırlamaq verirəm ki, biz danışdıqsa rəmzlərimizin bayraqdan danışıq, bayrağı göstərmiş ki, sizə daha rahat olsun. Və 9 noyabr bizdə qeyri-iş günüdür, düzdür. Və bir şey də qeyd edək ki, Miri bəy, bu yaxınlarda bayraq meydanında bayrağımızın açılışı oldu. O nə vaxt idi? 2024-cü il. Bəli, 2024-cü ildə idi və 2024-cü il noyabr ayında, bəli. Və o bayrağın eninin uzuna nisbəti nə qədər idi? 36.72 idi. Bəli. Və biz də xatırlatma verək ki, biz buna görə də Ginnesə daxil olmuşuq. Və digər məsələ keçək ki, bayraq barədə məncə bunlar bir də bir şey qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandanın bayrağının adı nə gedir? Prezidentin ştandartı gedir, hansı ki dövlət bayrağımızın üzərində dövlət gerbi təsvir olunur. Düzdür. Mən bayraqla bağlı bəzi suallar verib, bayrağın daimi qaldırmalı olduğu yerlərə qısa olaraq nələr göstərə bilərsiniz? Demək olar ki, bütün mərkəzi icra hakimiyyəti orqanlarının üzərində, eyni zamanda Mərkəzi Bankdır, daha sonra Milli Məclis, Ombudsman olduğu binanın üzərində və digər yerləri misal göstərə bilərik. Aha, bəli. Yoldaşlar, biz bunları qısaca deyirik. Siz özünüz onlar bir şeydə əks olunub deyə daha rahat baxa bilərsiniz. Bəs yaxşı, bayrağın misal üçün daimi yerləşdirilməli yerlərə misal olaraq nələri göstərə bilərik? Daimi yerləşdiyi yerlərə, əgər belə deyək, bayraq harda qaldırılırsa, həmin binanın rəhbər vəzifəli şəxsinin oturduğu yerdə bayraq daimi yerləşdirilməlidir. Misal üçün, Nazirlər Kabinetinin üzərində qaldırılırsa, Nazirlər Kabinetinin vəzifəli şəxsi orada sədri baş nazirdir. Baş nazirin belə deyək, iş otağında yerləşdirilir. Daha sonra Konstitusiya Məhkəməsi isə Konstitusiya Məhkəməsinin sədrinin, prezident isə prezidentin iş otağında yerləşdirilir. Bəli. Yəni daimi qaldırmalı olduqlarının sədrlərin iş otağında yerləşdirib. Bir dənə xatırlatma verim yoldaşlar. Yerli icra hakimiyyəti orqanlarında bayraq daimi qaldırılır. Amma yerli icra hakimiyyəti orqan sədrinin iş otağında bayraq daimi yerləşdirilir. Bax, bir dənə fərqli cəhət bundan ibarət edir. Məncə bayraq barədə daimi qaldırma, daimi yerləşdirmə ilə bağlı olaraq məncə kifayət edir. Bir də Miri bəy, iki məsələ toxunaq ki, birinci, matəm günlərində bayrağımızın istifadəsi ilə bağlı necə istifadə olunur, necə olur? O barədə nə deyə bilərsiniz? Matəm günlərində dövlət bayrağı ya dirəyin yarısına qədər endirilir və yaxud da ki, üzərinə 10 santimetrlik qara lent bağlanır. Qara bəlkə də düppədüz. Bir də Azərbaycan dövlət bayrağı digər bayraqlarla qaldırılarsa və yerləşdirilərsə necə olacaqdır? Soldan görünməlidir və eyni zamanda bayrağımız digərlərinə nəzərən belə deyilib, böyük olmalıdır. Digər bayraqlar kiçik ola bilməlidir, böyük ola bilməz. Bəli. Və digər bir məsələyə keçək ki, bu deməli bayrağımızla bağlı olaraq bəs eləyər məncə bayraqla bağlı digər məsələ hamısı orada əks olunub. Gəlin biz mövzumuz olan dövlət gerbinə keçək. Dövlət gerbi ilə bağlı olaraq bəzi suallar verəcəyik sizə. Dövlət gerbini bax yenə də ekrana biz dövlət gerbini də gətirdik ki, sizlərə daha rahat olsun. Dövlət gerbimiz və Miri bəy qeyd edə bilərsiniz ki, nəyin üzərində təsvir edilmişdir? Dövlət gerbi şərq qalxanı üzərində. Bəli, yoldaşlar, yumru olan məsələyə baxın, arxamızda əks olundu. O, dövlət gerbi, bəli. Bəs Miri bəy, dövlət gerbimizdə nələr təsvir olunmuş, şəkildə göstərir? Dövlət gerbi üzərində belə deyək, sümbüldür, daha sonra payız budaqlarıdır,
bunlar əks olunub. Eyni zamanda mərkəzində gördüyünüz kimi alov var. Alovlar yolu Azərbaycana bildirir. Sümbül bolluğu bərəkətli, palıd uzun ömürlüyü bildirir. Bəli, tamamilə doğru vurğuladı. Bəs dövlət gerbinin ideya müəllifi onu kim götürür? Dövlət gerbinin ideya müəllifi Füzuli Axundov. Oxudu. Bir də yoldaşlar, sizə bir xatırlatma verim ki, dövlət gerbindən bağlı başqa bir sual vermişlər ki, Azərbaycan xalq cümhuriyyətində olan dövlət gerbinin ideya müəllifi o Georgi Şavaridzidir. Bu sualda az hallarda olub, amma veriblər ki, Georgi Şavaridze. Yəni dövlət gerbimizlə bağlı olaraq və praktiklərdən verilən suallar 90% bunlara aid edir. Bəzi qanundan suallar verək. Minibər, dövlət gerbinin qabarıq təsviri haralara alınır? Dövlət gerbinin də qabarıq təsviri müvafiq icra hakimiyyəti orqanı müəyyən qurumların lövhələri üzərində eyni zamanda Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə bunların həm binalarında, həm sədrlərinin xidmət otaqlarında əks olunub. Eyni zamanda bütün məhkəmə iclaslarında, Milli Məclisin iclaslarında, Ali Məhkəmənin iclas salonlarında təsviri yerləşdirilib. Kifayət edir. Yəni digər məsələlər qanunda əks olduğuna görə baxa bilərsiniz. Bəs bir dənə də sual verim. Dövlət gerbinin təsvirindən istifadə məsələsi nələrdə istifadə edilir? O barədə banklarda, dövlət nəşrlərində, daha sonra dövlət sənədlərində, eyni zamanda vətəndaşın pasportudur, şəxsiyyət vəsiqəsidir. Bu kimi banklarda dövlət gerbinin təsvirindən istifadə olunur. Məncə də dövlət gerbi ilə bağlı olaraq, qısaca olaraq bunları bilsək kifayət edir. Keçək digər bizim rəmzimiz olan dövlət himninə və dövlət himninə bağlı olaraq belə də müəyyən bir məsələlər var. Onu da açıqlama verək. Əsas bəzi məsələlər dövlət himninə biz yenə də sizə sözləri bağlı qeyd eləmişik. Mir bəy, dövlət himninin sözləri kimə məxsusdur? Musiqi kimin? Sözləri Əhməd Cavadın, musiqisi isə Üzeyir Hacıbəyli. Bəli. Bəs dövlət himninə bağlı olaraq belə bir sual vermişlər ki, Sovet dövründə olan zaman dövlət himninin sözləri kimə məxsusdur? Bu Səməd Musiqisi də eyni qayda Üzeyir Hacıbəyli. Bəli. Sözləri Səməd oldu. Bəs Mir bəy, dövlət himninin mütləq ifa edilməli hallar. Onlar hansı hallardır? Bu da yenə qanunda təsbit olunduğu kimi, əgər xarici ölkənin dövlət başçısı, hökumət başçısı bizim ölkəmizə rəsmi səfərə gəlirsə, bu halda əvvəlcə həmin xarici dövlət himni, daha sonra bizim dövlət himnimiz ifa edilir, daha sonra Vətən müharibəsi milli qəhrəman abidələrinin, lövhələrinin açılışı zamanı və eyni zamanda Milli Məclisdə, Ali Məclisdə prezident həmin iclaslara gəldiyi zamandır. Bu kimi hallarda dövlət himninin musiqisindən istifadə olunduğu qaydada ifa edilməlidir. Bəli, digər məsələlər orada əks olunduğuna görə kifayət edir. Bir dənə də bir şey qeyd edək. Dövlət himni musiqi mətni hansı kitabın birinci səhifəsində əks etdirilir? Əlifba kitabının birinci səhifəsində əks olunur. Və yoldaşlar, bir də xatırlatma verim ki, əlifba günü bizdə 1 avqust tarixində qeyd olunur və bir-iki dənə bir şey qeyd edim ki, sual veriblər ki, dövlət himninin son iki cümləsini deyil. Yəni olsun belə deyək ki, o zaman siz son iki cümləsini deyin ki, dövlət himni bütün halları tam ifa edilə görə siz başdan deyin. Və olublar ki, deyiblər ki, siz başdan deyən zaman da orada var qanunda ki, dövlət himni ayaqüstü fərağat vəziyyətində olmalıdır. Siz orada düzdür, imtahan onlayn qaydada keçirilirdi. Beləcə gedib onlayn qaydada əyləşirsiniz və o zaman deyirsiniz ki, mən ayağa durmağa ehtiyac var mı, sizə problem olmaz. Bu söz desəz, onlar tam qəbul edəcəklər. Və məncə biz bayrağımızın, gerbimizin, himnimizin lazım olan nüansları üzərində dedik, şəkillər əsasında sizə göstərdik və bizim növbəti müsahibə ilə bağlı başqa videolarımız da olacaq. Mir bəy, bu sözünün sualınız var mı? Bütün namizədlərə onlara arzulayan hər hansı bir sualı varsa videonun aşağısına şərh hissəsinə qeyd edə bilər, cavablandırar. Oldu. Hər bir kəsə də uğurlar arzulayıram. Təşəkkürlər. Sağ olun.